Kirəcli çaydandan su içirsiniz, bu düşündüyünüzdən daha təhlükəli ola bilər. Endokrinoloqlar xəbərdarlıq edir. Kirəc təkcə çaydanı yox, böyrəkləri və damarları da zədələyir. Sağlamaz xəbər verir ki, kirəc suyun tərkibindəki kalsium və maqnezium duzlarının çöküntülərindən əmələ gəlir və belə suyu müntəzəm içmək orqanizmdə bu maddələrin artıq toplanmasına səbəb olur. Mütəxəssislərin fikrincə kalsium səviyyəsinin normadan çox yüksəlməsi böyrəklərə əlavə yük salır və zaman keçdikcə böyrəklərdə qum və daş əmələ gəlməsi riskini artırır. Daş yaranmasa belə davamlı gərginlik böyrəklərin fəaliyyətini zəiflədir və xroniki xəstəliklərin inkişafına şərait yaradır. Şişkinlik, sidikdə bulanıqlıq, bel ağrısı, zəiflik və qan təzyiqinin artması kimi əlamətlər böyrək funksiyasının pozulmasından xəbər verə bilər. Mütəxəssislər bildirir ki, 50 yaşdan yuxarı şəxslərdə kirəcli sudan uzunmüddətli istifadə qan damarlarının elastikliyini azaldır və aterosklerozun yaranmasını sürətləndirə bilər. Damar divarlarında kalsiumun çökməsi nəticəsində qan dövranı pozulur. Bu isə gələcəkdə sinə ağrısı, nəfəs darlığı, ətraflarda keymə və yaddaş zəifləməsi ilə müşahidə oluna bilər. D vitamini çatışmazlığı olan insanlarda bu risk daha yüksək sayılır. Çünki kalsium sümüklər yerinə böyrəklərdə və damar divarlarında toplanmağa meyillidir. Həkimlər kirəcin mənfi təsirinin qarşısını almaq üçün çaydanların mütəmadi olaraq limon turşusu və ya sirkə ilə təmizlənməsini, su filtrindən istifadə edilməsini və yalnız təmizlənmiş suyun qaynadılmasını tövsiyə edirlər.